Hüseyn Cavidin ana mənzum faciəsi ilə bağlı növbəti çox maraqlı bir məlumatı sizlə paylaşmaq istəyirəm. Orada ana faciəsində Səlma ananı bəzən günahlandırırlar ki, bu necə anadır ki, öz oğlunun qatilini qoruyub saxlayır, intiqam almaq istəmir. Əslində Səlma ana orada Muradın onun oğlunun qatili olduğunu bilmir. Sonradan Səlim xəbər gətirəndə ki, Qanpolad yaralanıb, ondan sonra bilir. Və biləndən sonra da ana əvvəl fikirləşir. O beynindən bir anlıq keçirir ki, əlindəki xəncəri ilə Muradı öldürsün. Ancaq sonradan fikrindən vaz keçir. Fikirləşir ki, birinci oğlumun ruhuna xəyanət eləmiş olaram. Çünki Qanpolad can verərkən orada deyir ki, intiqam almayın da, bu qan davası qutarsın. Çünki mən öz intiqamımı almışam deyir. Bir ona görə, bir də ana fikirləşir ki, bu qəribdir, bizə sığınıbdır, qonaqdır. Həm də mən onu öldürsəm, onsuz da Qanpoladı geri qaytarmayacaq ki, Qanpolad geri gəlməyəcək ki, artıq mənim oğlum yoxdur. Buna görə də bu fikirlərinə görə də o Muradı yola salır, gedir. Sonunda da xatırlayırsınızsa, ana orada deyir ki, əslində bu Hüseyn Cavidin ana əsəri də, İblis əsəri də çox fəlsəfi əsərlərdir. Orada ana əslində bəlkə də Muradı ona görə öldürmür ki, ondan intiqam almaq istəmir ki, onu öz günahları ilə baş-başa qoyur. Bəzən ölüm insana can qurtarmaqdır. O günahla, o vicdan əzabı ilə yaşamaq, hər dəqiqə, hər an ölmək ən böyük cəzadır. Ona görə də mən elə fikirləşirəm ki, Hüseyn Cavid burada ananın humanizmini qorumaqla, çünki ana milli mənəvi dəyərlərimizə, mənəviyyatımıza çox dəyər verən bir obraz idi. Bax, dəfələrlə iki yerdə əsərdə ana deyir ki, qaçanı qovmazlar. Bu, onun humanizmindən, onun ürəyi açıqlığından, insanlığından irəli gəlirdi. Bir də bayaq dediyim kimi, onu öldürmək ona qurtuluş olardı. Ana bəlkə də onu o məqsədlə buraxır ki, qoy getsin, elə orada da deyir da, elədiyin günahlarla deyir, yaşa, Allahından bul. Yəni, ömrü boyu o cəzanı almaq, yəni bir dəfə ölmək, can qurtarmaq idi. Əslində o Murada xoşbəxtlik idi. Ancaq o günahla ömrü boyu yaşayıb, vicdan əzabı çəkmək, hər gün, hər dəqiqə ölmək daha böyük cəza idi. Yəni mənəvi ölümü idi. Bir var insan cismani öləndə canı qurtarıb gedir. Bir də var ki, hər gün mənəvi cəhətdən ölmək, bu ən böyük bir cəzadır. Mən elə başa düşürəm ki, Səlma ana daha doğru yolu seçibdi. Onu Allaha həvalə eləməklə. Düzdür, hər bir ana elədir ki, öz övladının barmağına dəyən tikan onun ürəyinin başını acıdır. Ancaq Səlma ana necə böyük qadın idi ki, övladını öldürürlər. Yenə də onu Allaha həvalə eləyir. Ona görə də deyirik ki, bu əsər çox fəlsəfi bir əsərdir. O obrazları, xarakterini, ümumiyyətlə əsərdəki hadisələri onu duymaq üçün, onun mənəvi keyfiyyətini anlamaq üçün çox dərindən fikirləşmək lazımdır.